Yeməksiz və içməksiz yaşaya bilmərik. Yeməksiz və içməksiz müəyyən bir müddət. Çox yaşadın 5 ay. Ondan öləcəksən. Çünki Allah Teala elə eləyir ki, sənin ruzuya ehtiyacın var, yemək, içmək, hava. Bunlarsız alınmır. وَالتَّعَامُ وَالشَّرَابِ خَلَقَهُ اللّٰهُ عَزَّ وَجَلَّ. Yeməyi və içməyi kim yaradı? Allah Azze ve Celle. Ya eyyuhen nasu ittaqu rabbakumul-lezî halaqakum vellezîne min qablikum leallekum tettaqûn. Ellezî ce'ale lekumul arda firâşen ve's-semâe binâ'en ve enzele mine's-semâi mâ'en fe ahraca bihi mine's-semerâti rizqan lekum. Sizi ve sizden evvelkileri yaradan Rabbimize ibadet edin. Belki ondan korkasınız. O Rabbimiz ki semanı tavan eləyib, yeri döşüyüb, oradan su indirir. Niye? فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ. Onun sebebiyle yerden növ bitkiler çıkartsın. رِزْقًا لَكُمْ, size ruzu olsun diye. Yeyip versesiz diye. Bugün bizim süfrələrimizdə olanların her birisi Allah'ın göyden indirdiği suyun sebebiyle. Allah da suyu indirməsə, vəssalam.